Ümumiyyətlə mən qısıtlamalar, kalori minimum səviyyədə qəbul edildiyi və xüsusilə irrasional, yəni hər hansı bir qida məhsulunun tam olaraq şirniyyatları, un məmulatlarını falan deməyim, başqa şeylər, məsələn, əti tam olaraq rasiondan çıxartmaq və yaxud da ki, xüsusi həyat üçün vacib olan hər hansı bir qida məhsulunu rasiondan tamamilə çıxardılaraq tətbiq edilən hər hansı bir diyetə %100 qarşıyam. %100. İrrasional qidalanma mənlik deyil. Mən onu təbliğ etmirəm. Mənim üçün balans, makronutriyentlərin balansı bu həyatda, ümumiyyətlə nəinki qidalanmada, nəinki boşqabda, həyatın hər bir məqamında, hər bir şeyin balansı mükəmməldir. Boşqabınızın içində də olsun da o balans, o rəngarənglik, o rənglərin balansı, makronutriyentlərin, yağların, zülalların, karbohidratların balansı olsun da boşqabınızda. Ondan sonra orqanizminizdə də balans olacaqdır. Hormonal balans normallaşacaqdır. Hər bir şey normal olacaqdır. Metabolik balansınız, metabolizminiz normal şəkildə fəaliyyət göstərməyə yavaş-yavaş, elə bilirsiniz ki, illərlə bərbad elədiyiniz orqanizminiz 3 günlük diyetlə birdən-birə düzələcəkdir. Yavaş-yavaş, elə illər lazımdır. Səbriniz var. Hansı qidalanma tərzini illərlə, yəni hansı qidalanma tərzinə illərlə əməl edə bilərsiniz, sadiq qala bilərsiniz? Qatıq çiyə toxumu, nə qədər istifadə edəcəksiniz onun? Bugünün sabahı da var. Bugün mənim pasiyentim mənə gəlib deyəndə ki, mən bir dəfə qidalanmaq istəyirəm gün ərzində, deyirəm eləmə. Bugünün bir ildən sonrası var. Bugünün 2 aydan, 3 aydan sonrası var. Və həmin o 2 ay keçəndən sonra sən artıq kalorini artırdıqca az yeyərək də kökələməyə başlayacaqsan. Çünki metabolizmi zəiflədirsən beləliklə. Mən 4 ay, 5 ay, mən pasiyentimin 5 aydan sonrasını fikirləşirəm. Çox da indi hal-hazırda bunu eləyə bilir, az qidalana bilir, heç nə yeməyə bilir. Nə olsun ki, siz bugünü fikirləşirsiniz, mən sabahınızı. Bax, problem burasındadır. Siz sabahınızı düşünmürsünüz. Arıqlıyım. Nəylə, necə? Heç də çiya toxumu. Ona görə də mənim yanaşma tərzimə sual qoymayın, sual işarəsi qoymayın. Yəni, şübhə altında qoymayın. İnanın mənə, mən edirəm, mükəmməl də nəticəmi alıram. Mənimlə işləmək və yaxud işləməmək seçiminiz budur. Lazımdır, bu sizə lazım deyil. Mən qapı-qapı dolaşıb demirəm ki, gəlin sizi arıqladaq, kosmetoloji nə bilim nələr, zəng vurub sizi bezdirmirəm ki, gəlin mən sizə üzünüzə peeling edeyim. Yox, seçim sizin.